Hər birinizə salamlar dostlar, kanalıma videoma xoş gəlmisiniz. Deməli dostlar, bugünkü videomuzda mən bu telefonu bir aydan çoxdur ki almışam. Bunu bir ayda, 2 ayda nələrim yaşadım. Elə bil ki, necə oldu, telefon necədir, yaxşıdırmı, pisdirmi, zarikası necədir, ekranı necədir, prosessoru necədir. Bunların hamısını bir-bir sizlərə göstərəcəm, danışacağım deməli dostlar. Həm göstərəcəm, həm danışacağım. Deməli dostlar, telefon bu HyperOS elə ilk başdan onu deyim. Elə bil ki, HyperOS 2 güncəlləməsindən sonra telefon zibilə döndü. Göstərim bilmirəm. Nəysə qalsın ya da. HyperOS 2 güncəlləməsindən sonra telefonun zibili çıxdı. Deməli ki, oyunlarda ən çox da ki PUBG-də telefon yanırdı da. Deyiləsi deyil, o qədər yanır ki, çox isinir, həddindən artıq. Bir də dəmir olduğuna görə adamın əlini yandırır da, o dərəcəyə gəlir. Amma drop yemədə belə bir problem yoxdur. Yəni dostlar, HyperOS 2 güncəlləməsindən sonra telefonun zibili çıxdı. Sizdən tövsiyəm bu HyperOS 2 düzəlməyənə qədər birdən çıxmayın. Yəni kim də bir elədirsə 2-yə güncəlləməsin. Məndən sizə tövsiyəm, amma olsa bunu dostum dedi. Prosto mən eşitmədim onu. İndi də ziyanını çəkirəm. Siz mənə qulaq asın. Əgər kimdə HyperOS 1 varsa 2 güncəlləməsin. Sizdə nə telefonu olursa olsun. Canavar kimi telefondur dostlar. Bax canavar ha. Elə belə telefon deyil yəni. Yapay zəkasından tutmuş, nə bilim, zarif yükləməsinə, sürətli yığmasına, sonra kamerası olsun, ekranı olsun, nə bilim, nəyi olsun, çox mükəmməl bir telefondur. Sadəcə dediyim kimi HyperOS 2 güncəlləməyin. Tam 2, elə bil ki HyperOS 2.0 çıxanda güncəlləyin. Çünki deyirlər ki, bu versiyalar betadaya keçirilmiş. Yəni mənə heylə dedilər. Ona görə də yükləməyin dostlar. Bu səfərdəki bu videonu tam yükləməyi düşünürəm. Çünki bir dəfə video çəkdim, ondan sonra sildim. Çünki o videonun üstünə çox keçmişdi. Hardasa mən bunu 2 həftə bundan qabaq çəkmişdim də elə o videonu. Nəysə dostlar, deməli mən sizə telefon göstərim. Bir qaqaşımız da deyibdi ki, qaqa xahiş eləyirəm, buna ən yüksək qrafikdə car parking oyna. Dostlar, deməli bir də ki bütün oyunları sildim. Silməyimin səbəbi, ay bilə, car parkingi də silmişəm ama. Gözləyin dostlar, bir dənə tezcə car parkingi yükləyim. Qaqalar, bu elə bir oyun 1.29 GB-dır, elə bir 1 GB 1.3 GB-da yəni. Mən bu elə bir ki, əgər köhnə videonu bayaq silmişəm dedim. Əgər o köhnə video durursa, bilmirəm durur. Oradan mən car parking oynadığımı göstərəcəm ən yüksək qrafiklərdə. Deməli dostlar, oyunumuz budur. Maşınımız da budur. Bunun FPS sayacını görərsiniz bəlkə dostlar. 60.1 FPS deyir. Mən bunun performans modunu da açım. Online mod mu girim, yoxsa normal modundan başlayaq? Yəni baxın, hələ də 60.1 FPS-dir. Yəni indi bilmirəm, lobbidə də düşmür o qədər. Dostlar, bu nədir desəz, hilalı olduğuna görədir. Biraz oyun səsini açın. Ultra qrafikdə də eləyəcəm. Hələ ki bunu normal qrafikdə göstərim sizə. Yəni dostlar, FPS dostlar, drop yemir yəni. Yiyir, siz necə xəritədən xəritəyə keçəndə o yiyir o heç. Yəni o car parkingin xəstəliyidir ki, onu hələ də düzəltməyiblər. Deməli dostlar, bu qədər. Yəni drop yemədiyinə görə sizə ultra qrafikdə göstərim qrafiklər. Bunu belə, bunu belə. Bunu qaqamın hamısı ultra qrafikdə deyir. Bunu da 120 ilə. Yəni hər şey ultra qrafikdə. Gördüğünüz kimi grafiklərin hamısı ultra. Kənar yumuşatmaları falan da çap. Tazeleyip bunu yine 120 ilə. Aha dostlar, yine yani 40 FPS'dir ama yani 45, 53, 55. Yani dostlar, bunun kameranın blok kamera seviyem. Bakın dostlar.
Yani bence bir problem yoktu. FPS'e baksak burada. Uy burada hiç burada çok düşüşler olur. 59'dadır bir dəqiqə. Amma yoxsa ki oyunda heç hiss edilmədi də, yəni dostlar özünüz də gördünüz. İndi bunun qrafiklərini, kənar yumşaltmalar falan bağlayaq. İndi bu səfər də elə baxaq şeyə. Elə bil ki FPS sayıcına baxaq görüb bu səfər elə necə olacaqdı. Dostlar car parking ki yoktu. Onu yükləmişdim. Sonra heç xoşuma gəlmədi. Də elə bil ki çox pis idi. Elə bu həm də bundan bir fərqi yox idi. Dəncə nəticə mənim oyunun belə maşınları sürmək xoşuma gəlir. Çünki dostlar skor satıram maşın yerindən tullanır, aşır. Bu nədir? Siz canınız bunu yəni bunu mənə başa salın görün. Bunun birincisi yəni elə bil ki bunda belə avtomatik şey skor yoxdur da. Gərək buradan şeydir, muxtəra basıq 1-ə keçirdəsiz. Heylədir. Eləyirəm, 2-yə eləyirəm, maşın yerindən tullanır, aşır, gah sağa sola gedir öz-özünə. Nə bilim, nə nervlətdi məni sildi. Yəni qrafikdə belə problemi yox idi, yəni qəşəng idi. Yaponiya xəritəsi zad gətiriblər. Çiçəkçilik belə elə bil ki, qəşəng ağaclar zadlar var idi. O qismini bir də sevdim, qəşəng idi. Yəni dostlar belə burada kimin bir problem yoxdur. PUBG-ni də göstəreyim. İsinmə məsələsində isinməsini bilmirəm, amma hələ ki bir problem çıxmadı. Baxaq da buradan. Baxın dostlar, burada düz gedibdi. Dəncə lobiyə dönəndəcə burada düşdü. Yəni başqa FPS düşmələr falan yoxdur. Neysə, dostlar, videonu çox qısa tutmağa çalışacağım. Çünki yəni çox uzun olmasın. Həm editləməyə ərinirəm, həm də ki istəmirəm ki video çox uzun olsun. Belə düzəldim. Bu buradan altdan oy belə belə gözlüyünü alaq. Dostlar, az qalsın telefon düşürdü. Tezcə düzəltdim, gəldim. Deməli dostlar, sizə telefondan danışdım. Niyə bu qədər tez-tez danışıram? Çünki bir gələcək. Ona görə də mən demişəm bəlkə də o videoda. İstəmirəm evdəkilər bilsin. Nəysə. Uzun sözün qısası, HyperOS 2'ye güncəlləməyin. Telefonu birdə tutun. 2.0 gəldiyində güncəlləyin deyirlər. Çünki bu çox uzun o 2.0 nə bilim 3.1 nə bilim nə belə şeylər yazır, çoxlu rəqəmlər yazır. O beta deyə keçirmiş. Bilmirəm nə qədər düzdür, nə qədər yalandır. Nəysə, deməli dostlar, bir də əgər istəyirsinizsə, məndə PUBG Mobile Lite hilə var. Yəni əməlli başlı konfig falan var. Əgər istəyirsinizsə, sizə də köməklik elərəm, yükləyərsiniz bu oyunu. Yəni Telegrama falan ataram, bilmirəm nədirsə göstərərəm, deyərəm sizə. Belə dostlar, yəni çox qısa göstərəcəm sizə. Məsələn, TDM oynayacağam. Allah başlama mən dəqiqə. Hə. Adama bax. Ey sağ. Gördüyünüz kimi dostlar çox tez girdi oyuna. Yerlər niyə belədir? Dostlar, oyunda yerlər belə idi. Yəni mən hilə falan açmamışam bu dəqiqənin özündə. Orijinal oyundur. Yer niyə belədir? Çox qəribədir. Nəysə, bax bunları açıram bu ikisini. Sonra aynı menüyə girib bunu açıram. Sonra bunları yeyirəm. Bu üçünü açıram. Sonra sağdakı üçünü açıram. Sonra başqa heç nə açmıram. Bunları açdım, bunları açdım. Всё. Всё. Dostlar, ayıp böyle. Ekran çok mu kirli gəlir mənə yoxsa elə bilmirəm. Dostlar, ses sekməməsi hiləsi var. Elə bil ki config 0, hə, yəni baxın. Deməli dostlar, mən hilə işlədirəm deyə, elə bir hilədən hiləyə elə bir ki işləmir. Sadəcə hiləsiz olanlara işləyir bu. Oy, belə nə qardı qala.
Mən bunu aimbot oynasam oynayamaram. Ay belə canı yoxdur ya la. Mən üstələşim. Ay elə bütün leji alan mənim kimdir. 9 oldular ha. Baxın dostlar, bu hile açdısa, mənim hiləm bunlara qarşı işləmir. Bilməm niyə belə. Bir də dostlar, oyundan atma problemi var. Oyundan atır da. Başkaları hile atsa, məndə işləmir. Ama oy bola ne vardı qala. Alan ne vardı qala. Millet içindən keçirik. Bu tətbiqi qapat ala. Bu nədir gəl bir ekrana. Ah. Alan ne vardı qala bir. Bu hile o kadar işlediğini görmemişim ya. Bak tasavvur edeyim. Allah. Ha. Hamısı dırmanıb oraya. Sen oradan mı? Ay sen gel tapen gazezem indi. Gözle. Görün kanına galiba. Siz mənə qarşı gələnsiz hala. Bədən elə. Allah. Allah. Vay böyle. Ey palet. Allah ama qaqaşı mən o hile ilə vurdu sənə. Allah bir dəfə deyirəm yumruq atın. Ay belə yumruq atamıram ya. Atacağım birini atacağım. Ah, ay belə. Allah. Aha. Ay belə. Ay sen məzələnsən. Necə dəymədin sen ona? Allah. Allah. Ay belə necə saymadı la. Sen məzələnsən. Ay belə. Ay belə. Gəlləmi gözlə. Sən bilirsən yumruq atmıram ya. Vurmuram. Allah. Ay polit.
Neçədir la? 38, 39 neçədir bilmirəm. Ola 34 deşim var, Ola 36. Ala yerin cəhənnəm olun. Ala ay boля mən niyə yumruq atanmadım? Ala 36 leşim var ya. Oy boля. Ay nəysə, nə? Garanti, bax garanti deyirəm. Mən ban yeyəcəm. Ban. Baxın, bir dənə də bunu çəkim. Ala ban yeyəcəm, mən mütləq. Boyca yoxdur. Ay buna bax, 13 leşi nədir la? 36 leşi, 37 eləyir. Bir dənə də sistem var. Lox kim ay yumruğu saymadı gördünüz? O kadar yumruq attım heç birini saymadı. Baxayım şeydir. Ana nə deyirlər ona? Hasar bağı deyirlər. Nə deyirlər ona getdi işte. Ay belə danışa da bilmirəm. O kadar türkçə danışıram ki, Azərbaycan dili yadımdan çıxır. Neysə. Hasar bağına getdin deyə yadıma gəldi, amma nə bilim dostlar. Deməli belə çıxım. Gördüğünüz kimi belədir dostlar telefon. Bunu da özüm belirləmişəm. Samsunglardakı kimi. Qara eləməyimin səbəbi də elə şeydir. Qara qəşəkdir. Nə bilim həm zayıf nazir, həm də ki nə bilim. Qara zordur. Neyse dostlar, uzun sözün qısası bugünlük bu qədər. Yəni telefon zor telefondur. Prosto dediyim kimi problemi yükləməyin. HyperOS 2-ni yükləməyin. Çünki yəni heç xoşunuza gəlməyəcək. Həm də ki peşman olacaqsınız mənim kimi. Peşmançılıq yaşayacaqsınız. Ancaq heç 2.0 yükləməyin. Gözün tam belə onu təkmilləşdirsinlər. Ondan sonra belə yayanda ki, hə mən bunu çıxartdım. Heç bir telefonda ziyanı yoxdursa, hə onda rahatlıqla yükləyə bilərsiniz. Mənim kimi belə yükləyib telefon içinə pox qoymayın. Nəysə, deməli dostlar, bugünlük bu qədər. Sağ olun, salamat qalın. Özünüzdən müğayət olun. Bay bay. Danışa da bilməm, o qədər, yəni günün 90%'ını mən türkçə danışıram deyə Azərbaycan dilini danışa bilmirəm. Bir də onu deyim. Dostlar, xahiş edirəm kanala abunə olun. 145 abunədəyik. İnşallah ki daha yüksək gələr səsim. Ay balə danışamıram. Daha yüksəklərdən gələr səsiniz. Belə deyil. Nəysə, sağ olun, salamat qalın. Bay bay.